Məktəblərin açılmasına az müddət qalmış bu elanlar qulağa xoş gəlir. Əksər valideynlər məktəbli forması alanda həm cibinə uyğun qiymət, həm də keyfiyyət axtarır. Bazarda isə 3, 5, 10 manata satılan formalara rast gəlmək mümkündür. Ucuz ətin şorbası olmaz deyib atalar. Bəs bu qiymətə təklif edilən formaların keyfiyyəti necədir? 2 manata, 3 manata koftalar, şalvarlar, 5 manata olan şalvarlar görmüşəm. Amma onların keyfiyyəti heç ürək açan deyil. Materialına əl vurmuşam, sanki əskidir də, belə deyim. Valideyn olaraq, belə deyək də, o ucuzlu məhsulları görmüşəm. Köynəklərdir, şalvarlar da məktəblilər üçün. Uşaq elə əyninə razmer olaraq geyinib baxanda da orada deyir ki, dalayır, eləyir, belə şeylər. Uşaqların dərisi daha həssas olduğundan geyim məsələsində daha diqqətli olmaq lazımdır. Əks halda onların sağlamlığını riskə atmış olarıq. Saatlarla dəri ilə təmasda olan, hava keçirməyən formalar dəridə bir sıra narahatlıqlar yarada bilər. Burada əsas söhbət parçanın materialından, istifadə olunan boyalardan, istehsal zamanı istifadə olunan kimyəvi maddələrdən gedir. Uşaqlarda nə baş verə bilər bu zaman? Əsasən kontakt dermatit baş verə bilir. Çünki dəri həmin maddələrlə təmas olduğu zaman bu maddələr kimyəvi maddələr ola bilər, boya maddələri ola bilər ki, hansı ki dəridə başlayır qaşınma, qızartı, səpgilər. Akne xəstəliyini qaldıra bilir, çünki parça sintetik olarsa, çox sıx material olarsa, hansı ki istilik verir, tərləməni qaldırır. Uşaqlar var, hansı ki atopik dermatitdən əziyyət çəkirlər, difuz neurodermit. Sürtünmə dermatit var, hansı ki boyun nahiyə, bilək nahiyədə, bel nahiyəsində daha çox təmas nəticəsində dermatit əlamətləri əmələ gələ bilər. Ola bilər ki, geyindirirlər, əgər qaşınma, qızartı əmələ gələrsə, o zaman mütləq paltarları dayandırmaq lazımdır. İlk baxışdan orijinalından fərqlənməyən ucuz formaları necə ayırd edə bilərik? Onu alıb bir dəfə istifadə elədi, bircə dəfə yudu. O mavi köynək olur ağappaq. Nazirlər Komitəsinin qərarı ilə şalvar və ətəklər 60% yun, 40% poliester olmalıdır. Köynəklər, polo köynəklər 100% pambıq olmalıdır. Bu materiallar əgər həmin materiallar olsa, onu 3 manata satmaq mümkündür. Həm tikişində, həm onun səliqəli olmağında, tikişlərin, stroşkaların deyirlər də, onun düzgünlüyündə, hər şeyində görünür. Əlini vuran kimi görürsən ki, pis gündədir. Bir dəst məktəb forması 1 illik geyinə bilər uşaq, cəmisi 61 manat edir. Valideynlər məktəbli forması alarkən fabrikdən zəmanət və sertifikat tələb etməyi unutmamalıdırlar.